Ee, Rusiya indiyə qədər Ermənistanı arxa bağçasız sayıb və Ermənistanla bağlı olan həm siyasi, həm iqtisadi, həm humanitar məsələləri özünün işi kimi sayıb. Yəni ora hər hansı bir tərəfin, qərbinmi, hansı tərəfdənsə bir təsirlərin qarşısında özünü görmək istəyib həmişə və bu dəfə artıq zaman-zaman Paşinyanın hakimiyyət gəlişindən biraz sonra, son illər isə siyasi vektorun tamamilə qərbə tərəf yönəlmə cəhdləri Rusiyanı qıcıqlandırır. Hələlik Rusiya-Ukrayna müharibəsində başının qarşılamasının istifadə edən Ermənistanı görür və bu Rusiyanı narahat eləməyə başlayıb. Kaluginin bu fikirləri konkret olaraq iki cürə yozula bilər. Birincisi, siyasi, diplomatik fikirlər var, amma ikinci məsələ pərdə arxasında, subliminal bu fikirlərin arxasında da təhdid də var. Rusiya təhdid edərək Ermənistana çatdırmaq istəyir ki, Qərb, Brüssel sizin yanınızda olmayacaq. Onların blok diplomatları deyilik biz onlara, Avropa İttifaqından gələn o nümayəndələr, kəşfiyyatçılardır. Onlar heç bir hərbi və digər dəstəyi, yəni Ermənistanın təhlükəsizliyi ilə bağlı heç bir iş görə bilməyəcəklər. İqtisadi tərəfdən isə Ermənistanın üzv olduğu Avropa İttifaqı bu Ermənistana nəfəslik verir, dəstək verir. Rusiya bunu dəfələrlə çatdırıb ki, bugün Brüssel, Avropa İttifaqı İrəvana nə siyasi, nə iqtisadi, nə hərbi dəstək verə bilməz. Bunlar yalnız sözdür, məqsəd isə yəni sizi, yəni Ermənistanı bizdən, yəni Rusiyanın əlindən almaq, onu qopartmaqdır. Yəni bu fikirləri belə çözmək olar, amma Ermənistan baş naziri bununla bağlı parlamentin spikeri bir kəskin artıq cavablar veriblər. Onlar Rusiya ilə münasibətlərə yanaşlıqları məsələni açıq-aydın söyləyirlər ki, biz Rusiya ilə iki-tərəfli münasibətə saxlayırıq. Böyük qardaş, bu məsələ artıq bitib. Biz öz seçimimizi milli maraqlarımız üçün edirik və bugünkü yeritdiyimiz siyasət öz seçimimizdir. Amma Paşinyanın qarşısında seçkilər gözləyir və hər dəfə söylədiyimiz fikrə yenə qayıdıram. Paşinyan üçün, onun partiyası üçün bu seçkidə ən kəskin olan daxildəki loyal və yaxud kəskin radikal müxalifət yox, Rusiyanın maliyyələşdirdiyi, Rusiyanın dəstək verdiyi partiya, qurum, şəxslərdir ki, bu Ermənistan üçün və konkret Paşinyan üçün qorxulu bir yuxudur. Bu arada təkcə birbaşa Rusiya təzyiqi deyil, həm də Ermənistanın daxilində olan Paşinyanın komandasının rəqibləri olan revanşist müxalifət də problem yaradan istiqamətdə müəyyən açıqlamalar verir. Yəqin ki, siz də diqqət ayırdınız buna. Baxın, həmin o müxalifət liderlərimi deyim, müxalifətçilərimi deyim, revanşistlərimi deyim, Koçaryan, sonra Karapetyan, onların seçkidəki şansı nə dərəcədə yüksək qiymətləndirilir. Bir məqam var ki, Koçaryanın çıxışını izlədiniz yoxsa yox, o konkret biz qalib gəlsək müharibə edəcəyik açıqlamasını vermədi. Düzdür, revanşist bəyanatlarla çıxış elədi, bu aydın məsələdir. Amma birbaşa müharibə edəcəyik açıqlamasını vermədi. Yəqin ki, bu da bir taktiki gedişdir. 3% belədir, tamamilə doğru buyurursunuz. Onların da təbii ki, tamamilə Ermənistanı əhatə edən sosial bazası olmasa da kifayət qədər revanşist kəsimi öz tərəfdən çəkə biliblər. Mitiklərdən görünür, yazılardan görünür, bəyanatlardan görünür ki, kifayət qədər Paşinyan üçün onlar da baş ağrısıdır və ciddi mübarizə aparmalıdır. Və unutmayaq ki, onların da Rusiya ilə bağlılıqları var. Rusiya bir neçə variantda bu sahədə işləyir. Bilirsiniz ki, birinci məsələ kilsə idi ki, Paşinyan kifayət qədər kilsə ilə iş görə bildi. Onun daha çox güclü olan tərəfini biraz neytrallaşdırdı. Kənara çəkə bilib. Amma bu demək deyil ki, onların bu seçkidə müdaxiləsi olmayacaq, dəstəkləri olmayacaq. Onlar da gərgin işləyirlər. Amma burada bir məsələ var ki, Paşinyan komandası da
bunları anlayır, görür. Bəli, siz doğru buyurdunuz. Kaşaryanın o bəyanatının arxasında bir hiləgərlik var. O bilir ki, hal-hazırda Ermənistan cəmiyyətinin əsasən də gənclər və orta yaşlılar artıq müharibə istəmir. Hər hansı bir eskalasiya və müharibə məsələsi gələndə onlar səslərini müharibə istəməyən və müasir, real Ermənistanı yaratmaq istəyən Paşinyana verə bilərlər. Onların səsini də almaq üçün Kaçaryan burada hiləgərlik işlədi. Amma bunlar bilirik ki, bunlar revanşist, bunlar qatı millətçi, faşist bir ideologiyanın daşıyıcılarıdır ki, və onlar da həm də hərbi canilərdir. Onların belə ritorikası aldadıcı bir manevr daşıyır. Bu seçki öncəsi bir manipulyasiyadır. Paşinyan da bunları bilir və mübarizəsini aparır. Sadəcə olaraq burada unutmayaq ki, Karapetyanın maliyyəsi və dəstək məsələsi var ki, kifayət qədər hal-hazırda Paşinyan üçün baş ağrısıdır. Üçüncü, həmişə söyləmişəm bu fikri, qərbdən, Birləşmiş Ştatlardan, Fransadan və qismən də Rusiyadan lobbiçilər tərəfindən anti-Paşinyan qrupunun üzvləri var ki, bunlar imkanlı insanlar, onlar da kifayət qədər Ermənistan seçkilərinə müdaxilə etmək cəhdləri edirlər və bunun da qarşısını almaq üçün bugün hal-hazırda Paşinyan komandası çalışır. Ümumi olaraq vəziyyət ürəkaçan deyil. Paşinyan üçün gərginlik var və burada əsas bunun başında Rusiya dayanır. Ona görə də Paşinyanın Avropa İttifaqından, qərbdən umacaqları çoxdur və Avropa Siyasi Bürosunun kularlarında, pərdə arxası danışıqlarında Paşinyan qərbdən dəstək istəyib ki, mən artıq siyasi vektorumu sizə tərəfə döndərmişəmsə, zəhmət çəkin, Rusiyanın güclü təsirindən məni qoruyun. Hal-hazırda bu mənada Rusiya qərb qarşıdurması da bu məsələlərdən qaynaqlanır.